Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Mən bugün sizə bir neçə qeyd vermək istəyirəm. Düz xəttli, bərabər sürətli və dəyişən sürətli, həmçinin bərabər təcili hərəkət bölməsinə aid olan. Deməli, birinci qeydimiz odur ki, hər zaman yadda saxlayırıq ki, x-in və yaxud da ki, sx-in, yəni koordinatın və yaxud da ki, yerdəyişmə proyeksiyasının zamanın asılığında qrafiki biz koordinat başlanğıcında sürüşdürə bilərik. Və belə etməklə hər zaman hansı istiqamətdə necə hərəkət etdiyini təyin etmək daha rahat olacaq. Məsələn, baxın buradan. Birinci mənada görürük ki, bu x oxu istiqamətində yavaşlayandır. Həqiqətən də bu belədir. Niyə? Koordinat başlanğıcını sürüşdürdükdə deməli, olacaq ki, x oxu istiqamətində bərabər yavaşlayın. Amma ikinci qrafikdə bir çox abituriyent deyir ki, onda burada da t oxuna yaxınlaşır da. Bəs onda burada niyə görə y-in nişan olsun? Baxın uşaqlar, biz həmin bu hissəni koordinat başlanğıcını sürüşdürsək, bizə nəyi verəcək? X oxunun əksi istiqamətində y-nəşən hərəkəti verəcək və bizə nə istəyir? Hansı qrafikdə gedilən yolun zamanın asılığı? Biz bilirik ki, yol skalyar müsbət kəmiyyətdir. Ona görə də o mənfi oblasda düşə bilməz. Bu səbəbdən birincisi yavaşlayan, ikincisi y-nəşən hərəkət etdi. Baxın bura. Birincisi yavaşlayan hərəkət elədi, ikincisi isə y-nəşən hərəkət elədi. Yer dəyişmə olsaydı, onda artıq bizdə vəziyyət dəyişəcəkdi. Yəni x oxu istiqaməti yavaşlayan, buradan isə x oxunun əksi istiqamətində y-nəşən olardı. Bu şəkildə. Hətta biz bunu elə buradan da göstərə bilərdik. Sadəcə sürüşdürmə adından. Yəni bu şəkildə də göstərə bilərdik. Əgər yer dəyişmə olsaydı. Bu bizim birinci qeydimiz. Gəldik ikinci qeydimizə. İkinci qeyddə deyəcəyik ki, V-nin T-nin astığı altında yaranan fiqurun sahəsi yer dəyişməyə, yola və yaxud da ki, məsafəyə bərabərdir. Əgər mənfi nəzərə alınacaqsa, bu yer dəyişmədir. Nəzərə alınmayacaqsa, onu deyəcək ki, bu yol və yaxud da ki, məsafədir. Baxın, biz bilirik ki, düz xətli bərabər sürətli hərəkətdə S nəyə bərabərdir? V vurulsun T. Yəni, sürətin zamanı olan hansıdır? Bizə S ya məsafə, ya yol, ya da yer dəyişməni verir. Düzdürmü? Bunu qeyd etməzdən əvvəl onda deyim ki, ixtiyari halda iki vurğun koordinatları arasında qalan fiqurun sahəsi o iki vurğun hasilinə bərabər olmalıdır. Yəni, baxın, burada V-ni T-yə vuranda S elədir də, düzdürmü? Deməli, V-nin T-dən astığı altına yaranan fiqurun sahəsi də S-ə bərabər olacaq. Və yaxud da Q bərabərdir, I vurulsun T-dir. I-nin T-dən astığı altına yaranan fiqurun sahəsi Q-yə bərabər olacaq. Və yaxud da delta fi bərabərdir, omega vurulsun T. Və yaxud da iş bərabərdir, F vurulsun S. Yəni, bu sayda çoxdur. Onda deyəcək ki, həmin bu F-in S-in astığı altına yaranan fiqurun sahəsi A işinə, omeganın T-nin astığı altına yaranan fiqurun sahəsi delta fi-yə, həmçinin digərlərinə. Bu bizim əsas qaydalarımızdan biridir. Bu səbəbdən mən məsələn birinci qrafika baxıram, ikinci qrafika baxıram. Birinci grafikin T oxu ilə əmələ gətirdiyi fiqur, baxın, budur. İkinci grafikin T oxu ilə əmələ gətirdiyi fiqur, baxın, budur. Bunları ayrı-ayrılıqla hesablayarıq. Yer dəyişmə desə mənfilə nəzərə alarıq. Əgər yol desə mənfiləri nəzərə almarıq, cəmiyyəci təbii ki. Məsafə də desə nəzərə almarıq. Bir də əlavə olaraq onu qeyd edeyim ki, biz V-nin T-dən astığı altında bir qrafikin, yəni ki, T oxu ilə əmələ gətirdiyi fiqura baxdıq. Əgər V-nin T-dən astığında iki qrafik versə, onda bu iki qrafik arasında qalan fiqurun sahəsi bizə nəyi verəcək? Aralarındakı məsafəni verəcək. Yəni, biz birbaşa olaraq elə buradakı böyük trapesiyanın sahəsini təyin edərək, onun belirlikdə aralarındakı məsafəni təyin edə bilərik. Niyə görə? Deyək ki, müşahidə anından 10 saniyə sonra nöqtələr arasındakı məsafəni hesablayın. Onda biz buradakı trapesiyanı hesablaya bilərik. Məsələn, üst oturacağı eləyəcək 10. Alt oturacaq. Baxın, yuxarıda 15-dir, aşağıda 20-dir. Eləyəcək 35. Hündürlük isə buradan 10 saniyəni göstərir. Onda S fiqur bərabərdir. S məsafə yazaq buradan. Bu da bərabər olacaq A plus B bölü 2 vur H. Hesablayıram. S bərabər olacaq 10 üzərinə gəlsin 35 bölü 2 vurulsun 10. Biz bunu hesablasaq 45-i 2-yə bölüb 10-a vursaq 225 metr edər. Deməli, həmin bu cisimlər arasındakı məsafə 225 metrə bərabərdir. Amma istəsəz əlavə olaraq da, yəni buna ayrı, bu qrafika ayrı, bu grafikin ayrı sahələrini cəmləyib toplaya bilərsiniz. İndi isə keçək üçüncü qeydə.
Maşallah, gəldik üçüncü qeydə. Üçüncü qeydə də qeyd edirik ki, əgər görüş vaxtını deyirsə və yaxud da ki, neçə saniyə sonra görüşəcəklər, onların görüş nöqtəsi və s. kimi, yəni bu görüşməklə bağlı mövzular, sualları olanda biz nə etməliyik? Koordinatlarını bərabər eləməliyik. Yəni bizə nə deyir? Deyir ki, iki cisim hərəkətlənir, x1 bərabərdir 5 çıxılsın 2t, x2 bərabərdir 2t çıxılsın 5 şəklində verilib. Onların nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Yəni görüş şərti odur ki, koordinatları bərabər olsun. x1 x2-yə bərabər olsun. Onda deyəcəm ki, 5 çıxılsın 2t bərabər olmalıdır. 2t çıxılsın 5. Onda buradan alarıq ki, 4t bərabərdir 10. T də bərabər olacaq 2,5 saniyə. Onda görüş şərtini dedikdə nə başa düşdük? Dedik ki, görüş şərti olanda koordinatlar bərabər olmalıdır. İndi keçək növbəti qeydə. Gəldik dördüncü qeydə. Dördüncü qeydə də deyir ki, dayanma zamanı. Dayanma şərti nədir uşaqlar? Dayanma şərti odur ki, biz dayanmada sürətimiz olmur, düzdür? Yəni dayanacaqsa da hərəkətimiz bərabər yavaşın olmalıdır. Deməli, onda bunda deyəcək ki, əgər dayanma şərtini istəyirsə, dayanana qədər nə qədər məsafə qət etdiyini istəyirsə və yaxud da ki, dayanana qədər nə qədər müddət vaxt itirdiyini, nə qədər müddət itirdiyini istəyirsə bizdən, onda biz nə edəcəyik? Son sürəti sıfıra bərabər edəcək. Hələ bununla bağlı bir koordinat tənliyi də var, yəni eləcə də koordinat qrafiki də var. Onu da sizə göstərəcəm. Bizə deyir ki, cismin hərəkət tənliyi 15 çıxılsın 12t üzərinə gəlsin 3t kvadratı şəklindədir. Cisim deyir, dayanana dək. Deməli, dayanma şərti nə oldu? Son sürət sıfıra bərabər oldu. Nə qədər müddət hərəkətdə olmuşdur? Biz bilməliyik ki, x-in zamana görə birinci tərtib teoremi elə sürətə bərabərdir. Bu da niyə görə? Elə qeyd içində başqa bir qeyd dediyinizdə. Çünki və x bərabərdir, delta x bölünsün delta t. Bu da onda x-in zamana görə birinci tərtib teoremi anlamına gəlir. Bir uşaqlar, bu təkcə sürətdə belə deyil, digər kəmiyyətlərdə də belədir. Hər hansı kəmiyyət dəyişməsinin, zaman dəyişməsinə olan nisbəti bizə ixtiyarı başqa bir kəmiyyət verirsə, deməli o ixtiyarı başqa bir kəmiyyət o sürətdəki dəyişənin zamana görə birinci tərtib törəməsidir. Yəni, məsəl üçün burada delta x-i t-yə böldük, onda v bərabər olacaq x-in zamana görə birinci tərtib törəməsi. Və yaxud da başqa bir düsturdan da gedə bilərik. Deyə bilərəm ki, Q-lərdən gedək də. Q-nin zamana görə birinci tərtib törəməsi bizə eyni verir. Niyə görə? İcənin şiddəti bərabərdir. Delta Q bölünsün delta T. Yəni bunlar daha yadda qalandır, daha sadədir deyə bunları nümunə kimi göstərirəm. Amma qalan bütün hallarda deyəcək ki, hər hansı bir kəmiyyət dəyişməsi, zaman dəyişməsinə olan nisbəti bizə hər hansı bir başqa kəmiyyət verirsə, onda bu başqa kəmiyyət sürətdəki kəmiyyetin zamana görə birinci tərtib törəməsidir. Və burada da qeyd etdiyimiz kimi. Bu elə qeyd içində qeyd oldu, davam edirəm. Onda biz buradan V-ni tapsaq, nə olacaq? 15-in törəməsi 0-dır, onu yazıram. Mənfi 12t-nin törəməsi mənfi 12-dir. Üzərinə gəlsin, 3t kvadratın törəməsi isə 6t-dir. Bunu 0-a bərabər etdikdə, baxın, nə alırıq? 6t-ni 12-yə bərabər edirik. Onda t bərabər olacaq 2 saniyə. Deməli, 2 saniyədən sonra hərəkətini dayandıracaq. Cavab eləyər D variantı. Bu qeydimiz də bu qədər, davam edirik. Gəldik növbəti qeydə. Deməli, bayaq da qeyd eləmişdim bunun əslində. Sürətin sıfırlanması. Baxın, yadda saxlayın ki, əgər sürət sıfırlanacaqsa, deməli bu dayanır. Bu cisim dayanır. Düzdür? Çünki biz dayananda sürətimiz olmur. Və yaxud da ki, istiqamətimiz dəyişəcəksə, sürətimiz sıfırlanmalıdır. Onda belə nəticəyə gələrik ki, istiqamət dəyişən zaman bir sayısı bir olsa dayanırıq. Onda baxın, bu hərəkət nə zaman ola bilər? Hansı hərəkət ola bilər? Bərabər yavaşın hərəkətdə. Niyə? Çünki biz dayanacaqsa, deməli, sürətimizi azaldırıq. Bərabər yavaşın hərəkət edirik. Və hər zaman yadda saxlayırıq ki, x-in zamanın asılığı altında təpə və yaxud da ki, çökük nöqtələrin sayı qədər istiqamət dəyişir, sürət sıfırlanır. Baxın, burada sürət 3 nöqtəsində sıfırlanır. Burada da sürət 3 nöqtəsində sıfırlanır. Və burada istiqamət dəyişmiş olur. Gəlin, indi onları bayaq dediyim qaydada göstərim. Birinci hissəni koordinat başlanğıcına sürüşdürəndə gördüm ki, x oxun əksinədir hərəkəti və yavaş yandı. İkincisini mən bunu sürüşdürsəm, artıq bu olacaq x oxu istiqamətində yeniləşən hərəkət. Həqiqətən fikir verin, x oxun əksinə x oxu istiqaməti. Deməli, onun istiqaməti dəyişmiş oldu. Biz dedik ki, sürət sıfırlanan zaman onun istiqaməti dəyişir. Onda sürətin zamanın asılığı altında yaranan bu qrafiklərdə də
T oxunu neçə dəfə kəsib keçirsə, baxın, kəsib keçirsə, o qədər dəfə istiqamət dəyişir, sürət sıfırlanır. Bəs niyə görə kəsib keçirsəni vurğuladım? Ona görə ki, uşaqlar, əgər orada kəsib keçirməsi dayansa, yəni o zaten sürətini sıfırlayıb dayandığını qəbul edir. İstiqamətin dəyişdiyini qəbul eləmir. İndi gəlin, onu sizə belə göstərim. Baxın, sürətin zamanın asılıdır. Bax, belə. Mən nə edəcəm? Baxın, qrafikimiz belə bu şəkildə olsun. Bax, belə. Dedik ki, neçə dəfə kəsib keçirsə, bax, burada kəsib keçdi, çünki burada sürət sıfırlandı. Burada da kəsib keçdi, burada da sürət sıfırlandı. Burada da kəsib keçdi, sürət sıfırlandı. Və burada da sıfırlanır əslində sürət. Ancaq ki, biz nə dedik? Dedik ki, kəsib keçməlidir. Kəsib keçmirsə, bu sanki yerində dayanır. Gəldi, burada dayanır. Yolun sonundadır, sürəti də bitdi, qaldı orada. Amma ki, baxın, 1, 2, 3 dəfə də istiqamətin dəyişmiş olacaq. Yəni, bu bizim düzxətli bərabər sürətli, dəyişən sürətli, bərabər təcili hərəkətdə bir sıra qeydlərimizdir. Təbii ki, qeydlər çoxdur, amma bir çoxumuzun qarşıdırdığı məqamlar sırf bunlar olduğu üçün mən bunları sizə vurğulamaq istədim. Amma bu kimi videolar sizin üçün faydalıdırsa, hər bölmənin xüsusi qeydlərini bu şəkildə görmək istəyirsinizsə, bunu rəy bölməsinə yazmaqla mənə bildirmiş olarsınız. Həmçinin bu kimi videolar sizin üçün faydalıdırsa, bəyənməklə və şərhlərdə bunu bildirməklə məni sevindirmiş olarsınız. Həmçinin yoldaşlarınızla da bölüşməklə bu kimi videoları onların da görməsini təmin edə bilərsiniz. Gəlin izahlarda görüşmək ümidi ilə, sağ olun, özünüzə yaxşı baxın.